Rüfət müəllim, sizinlə davam edirik. Bəzi insanlar, belə deyək, xeyrsevər insanlara kömək edirlər. Xüsusən bu Ramazan ayında insanlara kömək edirlər və kömək elədiyi insanlardan belə demək mümkündürsə, bəzən aldanırlar onlar tərəfindən, yanılğıya uğrayırlar. Və həmin yardımsevər insanlar da ya həvəssiz yardım edirlər ondan sonra və yaxud da ümumiyyətlə yardım eləmək istəmirlər. Bu mövzu haqqında fikirlərinizi bilmək maraqlı olardı. Rəhman və Rəhim olan Ucallığın adı ilə mən də hər ikinizi salamlayıram. Hacıya təşəkkür edirik ki, həqiqətən gözəl bir mövzunun girişinin qapısını açdı bizə. Doğrudur, həqiqətən də insanlar cəmiyyətimizdə var ki, fürsətçilər var. Xeyrsevərlərin yardımlarından fürsətçi olaraq istifadə edirlər. Və eyni zamanda da Allah üçün yardım edən insanlar var ki, onlar da işin bir yerinə gəlib, orada yorulurlar. Biz yardım edərkən, Allah üçün nəsə verərkən, bizim üçün Quran-ı Kərimin Hacı da bayaq buyurdu, nümunələri var. O nümunələrdən biri İnsan surəsində keçir. Həzrət Əli Aleyhisselamla bağlı buyurulur ki, Bismillahirrahmanirrahim. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللّٰهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا. İnsan kiməsə yardım eləyəndə birinci düşünməlidir ki, mən bu yardımı nə üçün edirəm? Əslində, Hacı da dedi bayaq, yardım sadəcə veriləcək, yeyiləcək qidalar deyil. Təkcə bununla məhdudlaşdırsaq, yardımlarımızı dar bir çərçivəyə salmış olaraq. İnsan istər kiməsə elm öyrədirsə, əlindən tutursa, məsləhət verirsə, yol göstərirsə, istiqamət verirsə, bunların hamısı yardım sayılır. Və eyni zamanda da maddi yardımlarımız da bunlardan bir bölmədir. Və edərkən yardımı qarşı tərəfdəki ehtiyaclıydı, mən buna yardım etdidən daha çox, mənim daha çox ehtiyacım var qarşı tərəfin mənim yardımımı almağa. İstəyir saydığımız digər sahələr olsun və yaxud da ki, maddi yardımlarımız olsun ki, biz qarşı tərəfə bir təşəkkür eləməliyik. Nə yaxşı ki, bu var idi, bizim yardımımız aldı və bunun üçün biz ona təşəkkür edək. Və yaxud da sırf Allah rızasına edilən yardımlar ki, bayaqki dediyimiz ayədə buyurulur ki, onlar özlərinin ehtiyacı olan yoxsula, yetimə, miskinə verərlər və bunun müqabilində biz sizdən nə çox sağ ol, nə təşəkkür istəmirik. Allahın rızası bizə yetər. Bu, tam kamil iman sahibi olan insanların etdiyi yardımlardır ki, bir şey verər. Qarşıda ehtiyaclıydı, rənginə baxmaz, kimliyinə baxmaz, yerinə baxmaz, məzhəbinə baxmaz, milliyyətinə baxmaz. Allah üçün o yardım eləyər və yardımın edəndən sonra nə istəyər, nə gözləyər, nə çox sağ ol gözləməz, nə təşəkkür gözləməz. Bax, bu baxımdan Bağdadda yaşanmış bir hadisə olub, bir taksi şoförü, sürücüsü müəyyən pul yığıb ki, maşınının təkərlərini dəyişsin. Və bu pulu toplayır, gəlir evə, xanım deyir, bəs nə oldu da, artıq maşının təkərləri gedir, qarşıdan soyuqlu havalar gəlir, qəzaya uğrayarsan. Deyir ki, axırıncı pulum qalıb, müəyyən bir məbləğ, onu da yığıram, bundan sonra inşallah maşının təkərlərini dəyişdirəcəm. Elə axırıncı müştərisini düşürtdüyü zaman da artıq pul düzəlir, bir qadın özünü atır maşının qarşısına, Allah rızası üçün mənə bir şeylər ver. Evdə 5 uşağım var, ağlayırlar, göz yaşı içərisindədirlər. Bu düzəltdiyi o təkərlərin pulunu bütöv formada həmin o yoxsula verir. Qadın istəyir buna dualar etsin. Etdiyi yalnız və yalnız Allah rızası üçün olduğuna görə xanımın dualarına belə məhəl qoymadan, qulaq asmadan gedir evinə. Yenə xanım buna deyir ki, bəs neynədin? Deyir ki, artıq sifariş vermişəm. Təkərlərin sifarişini vermişəm. Gedir öz işinin arxasında. Xanım görür ki, qapı döyüldü, bir ünvan təqdim olundu, bir yaşlı kişi gəlibdir, deyir ki, bəs filan ünvanda həyat yoldaşınız gəlsin, təkərləri götürsün. Bu gəlir evə gələndə xanım deyir ki, bəs sən deyirdin sifariş vermişəm, artıq həmin yaşlı adam gəlmişdi, dedi ki, bəs gəlsin, təkərlərin sifarişini götürsün. İşin içində bir iş olduğunu düşünür, amma xanıma heç nə demədən gedir həmin yerə. Həmin ünvana gedib çatır, həmin o təkər satan yaşlı kişi düşür bunun ayağına. Ayağına düşür, hönkür-hönkür ağlayır. Deyir ki, nədir da, nə baş verib? Deyir ki, sən kimsən? Deyir ki, mən heç nə taksi sürüsüyəm. Bəs nə edibsən, nə iş görübsən? Deyir ki, heç bir şey, yəni belə edəcəyin bir qeyri-adi bir iş yox. Deyir, yox, sən qeyri-adi bir iş görməsəydin, elə belə sıradan biri olsaydın, Allahın Rəsulü yuxuma girib,
mənə ümmətimdən bir nəfər sənin yanına gələcək. Ona 4 dənə təkər verərsən, mən də sənə axirətdə şəfaatçı olaram deməzdi. Yəni sən sıradan biri deyilsən. Və bunu deməklə bu da başlayır hönkür ağlamağa, etdiyi bir işin Allah qatında məqbul olduğunu görür. Bəzən biz veririk, qarşımızdakından təşəkkür istəyirik, görək həmin anda bunun reaksiyası necə olacaq, heç çox sağ ol da deməli. Təşəkkür demək ki, bizim imanımızın zəif tərəfini göstərir, ixlasımızın zəif tərəfini göstərir. Amma biz həqiqətən etdiyimiz işləri Allaha xatir etsək, sırf Allahın rizasını əldə etmək üçün, o zaman o kimi insanlar da olduğu zaman biz onlara o qədər də diqqət yetirməliyik. Görünür ki, bizim etdiyimiz xeyir əməllər o qədər azdır ki, o azlığın içində bir-iki nəfər də elə qarşımıza çıxanda biz xeyir işlərimizdən soyuruq, artıq yoruluruq, bezirik. Amma bizim ümumi missiyamız, insan olaraq vəzifəmiz, əgər yer üzündə Rəbbimizin səlahiyyətli nümayəndəsi isə, xəlifəsi isə bizim bir ömür işimiz yaxşılıqdan ibarət olmalıdır. Təbii ki, fürsətimiz, maddi imkanlarımız buna yol verirsə, etmiriksə də demək ki, bizim Allahla öz aramızda olan münasibətlərimizdə hardasa müəyyən nöqsanlar var. Yəqin ki, onlara baxmağa, nəzər etməyə ehtiyac var. Çox sağ olun, Allah razı olsun.